Çox asan bir üsulla sarı saçdan, yəni belə blonddan pepelni rusu almaq üçün çox köhnənin bir üsulu var. Ev şəraitində eləmək üçün gəlin göstərim. Bu arada əgər belə materialda əlcəklər varsa, bunun bir asan yolu var ki, əldə sürüşüb çıxmasın. Əlcəyi belə qatlayırıq və bu hissədən biraz belə dartırıq. Bu hissə darlaşır və əlimizdən çıxmır. Bunun üçün əvvəlcə birin birə nisbətində qara rəng və oksid lazımdır. Hər ikisi eyni miqdarda olmaqla qara rənglə oksidi qarışdırıram. Təxmini gördüyünüz bu qədərə yarım stəkan su əlavə edəcəm. Yenə də bunu qarışdırırıq. Bu qədər su qatmaqdan narahat olmayın, saçınız qara olmaz. Gördüyünüz kimi belə su kimi məhsul alınır. 90% sudur bunun. İndi isə ən maraqlı hissə fərq olunsun deyə hamısını suya batırmayacağam. Biraz saxlayacağam. Təxmini 5-10 dəqiqə keçdi. İndi yum gəlim nəticəyə baxaq. Saçda qırmızı və sarı ton çoxdursa, belə pepelni rusu alınır. Yox, əgər saçınızda sarılıq azdırsa, yəni çox açıq sarıdırsa, onda boz rəngi alınır. Bu qədər. Video maraqlı oldusa like eləməyi unutma. Hələlik.